dayandınızsa maşını söndürməlisiniz, sonra təhlükəsizlik kəmərini çıxartmalısınız. Hal-hazırda mən dayanmışam, maşını silmirəm. Maşınınız işləyməz yoxdur. Olsun da kodlamışam maşını. Olmaz axı, təhlükəsizlik kəməri. Mən yaxınlaşanda birincisi yox idi. İkincisi də Siz yaxınlaşanda mən saxladıqda çıxardım təhlükəsizlik yox, kəmərini. çıxartmamalısınız da. Niyə çıxarmamalıyam? Avtomaşını işə salmazdan əvvəl təhlükəsizlik kəmərini taxmaq lazımdır. Aha. Sonra avtomaşını işə salmaq lazımdır. Avtomobil getdikdə təhlükəsizlik. Necə yəni? Mən onda maşında oturmuşam xoddaxlı vəziyyətdə, təhlükəsizlik kəməri mən niyə taxmalıyam? Mən oturmuşam parkovkada. Avtomaşın işə salınmırsa, yox, sən hərəkətdə idin axı, indi dayandın. İnspektor, siz bilirsiniz ki, maşını istənilən şəxs Sizin maşınınız xoddanlı vəziyyətdədir. Mən xoddanlı vəziyyətdə, Gəldim, yaxınlaşdığımız təhlükəsizlik kəmərimiz yoxdur, maşınımız da hal-hazırda xoddanlı vəziyyətdədir. İnspektor, mən xoddaxlı vəziyyətdə maşından çıxa da bilərəm, maşına girə də bilərəm, arxada da otura bilərəm. Hətta deyim ki, başqası da gəlib mənim maşınımı xoddaya bilər. Əgər maşın yerindən tərpənmirsə, burada heç bir... Sizin təhlükəsizlik kəməriniz. Nəysə, sizlə mən spor eləməyəcəm. Bir axları sübut elədim, qanunda necə yazılıb, onu oxudum üstə. Yəni, siz dediyiniz o şey özünüzdən fikirləşmişsiniz. Bir. İkincisi qaynadı çağırmışsınız, lab yaxşı. Mən bu qabaqda kruq var ha. Kruqa çatmamış, hardasa 100 metr. Maşını orada saxlayacam, iti gəzdirirəm burada. Zəhmət, sizə bir aşenik haradadır, qardaş? Qardaş, it haradadır hal-hazırda? Maşının içində. Bəli, maşının içində... Şüşələrimiz açıq da, yəni açıq vəziyyətdə. Olsun da, nə olacaq ki? Olmaz da. Aşeniksizsən, bayra çıxartsan... Siz aşenik deyirsiniz, amma mən namonik nəzərdə tutursunuz. Ağzın bağlanmalı. O aşenik deyil, inspektor, namonikdir. Hər nəticədə mən ixtisaklayan deyiləm, bilirəm ki, o ağzı bağlı vəziyyətdə olmalı. Hardan bilirsiniz? Çünki inzibati xətalarda yazılır. Nə yazılır? O elə çıxartmaq 80 manat öz zərmədir. 80 manat deyil birincisi. Nə qədər? İkincisi, Qanunda qanunda elə şey yazılmayıb.